Salam. Bugün sizin üçün çox maraqlı bir şəxsiyyətə, Leonardo da Vinci'ni araşdırırıq. Leonardo. Bəli. Əlimizdə onun həyatı, sənəti, sonra elmi fəaliyyəti haqqında müxtəlif mənbələr var. Bəli, çox zəngin materiallar var. Məqsədimiz də odur ki, bu materiallardan ən vacib məqamları, belə deyək, üzə çıxaraq və bu universal cühanı daha yaxından tanımanıza kömək edək. Həqiqətən də. Gəlin baxaq görək, bu heyrətamiz zəkanın sirri nədədir? Bəli, Leonardo həqiqətən də bir Renesans adamının, necə deyim, təcəssümüdür. Universal insan. Məhz. Eyni anda bir çox fərqli sahədə yüksək bacarıq göstərən bir şəxs. O təkcə dahi rəssam deyil, həm də heykəltaraş, memar, musiqici olub. Elm adamı, ixtiraçı. Bəli, anatom, geoloq, kartoqraf, botanik, hətta yazıcı. Sizin də qeyd etdiyiniz mənbələr onun maraq dairəsinin nə qədər geniş olduğunu çox aydın göstərir. Hekayə 1452-ci ildə başlayır, İtaliyanın Vinci qəsəbəsində. Doğulduğu yer. Bəli. Nigahdan kənar dünyaya gəlməsi də var. Bu, yəqin ki, ilk illərinə müəyyən qədər təsir edib. Ola bilər, bəli. Atası hörmətli notarius olub, anası isə, deyəsən, sadə bir kəndli qadın. Formal təhsili məhdud olsa da, təbiətə müşahidəyə olan o fitri marağı və istedadı və bədii istedadı, bəli, çox tez üzə çıxır. Elədir. Təxminən deyək ki, 14 yaşında Florensiyada dövrün aparıcı sənətkarlarından Andrea del Verrocchio'nun əmalatxanasına şagird kimi daxil olur. Bu çox mühüm mərhələdir yəqin ki. Əlbəttə. Bu, sadəcə rəsm çəkməyi öyrənmək deyildi, baxın. Orada metal işləmə, kimya, mexanika, dülgərlik kimi, çox fərqli sənətlərlə tanış olur. Kompleks bir təhsil. Bəli. Hətta məşhur bir hekayə var. Bəlkə biraz şişirilmişdir amma. Deyilənə görə Verrocchio Leonardo'nun Məsihin vəftizi əsərində çəkdiyi mələyi o qədər mükəmməl görür ki, İnanılmaz. Deyir ki, bundan sonra rəsm çəkməkdən imtina edir. Bu da onun, erkən ustalığını göstərir. Əlbəttə, Leonardo deyəndə ağla ilk gələn əsərləri Son Şam yeməyi və Mona Lisa'dır. Məsələn, Son Şam yeməyi, onun hekayəsi nədir? Bu monumental əsər təxminən 1495-98-ci illərdə Milandakı Santa Maria della Grazia monastırının yeməkxanası üçün çəkilib. Yeməkxana divarında. Bəli, İsa'nın havarilərinə içlərindən birinin ona xəyanət edəcəyini söylediyi o gərgin anı təsvir edir. Çox dramatik bir səhnədir. Hər birinin reaksiyası fərqlidir yəqin. Məhz, hər havarinin üzündəki ifadə, duruşu fərqlidir. Bu da Leonardo'nun insan psixologiyasını necə dərindən anladığını göstərir. Təəssüf ki, bir məsələ var. Texnika ilə bağlı. Bəli. Leonardo ənənəvi freska texnikası yerinə divar üzərində birbaşa yağlı boya və tempera ilə eksperiment aparıb. Ona görə də əsər zamanla ciddi şəkildə zədələnib. Bu da onun yenilikçi, amma bəzən riskli yanaşmasının bir nümunəsidir. Başa düşdüm. Bəs Mona Lisa, niyə o bu qədər məşhurdur? Sadəcə bir portret deyil axı, bir fenomendir sanki. Mona Lisa təxminən 1503-cü ildən sonra başlanıb. Onun şöhrəti bir neçə amildən qaynaqlanır. Ən əsası, bilirsiniz, o məşhur tutulmaz təbəssüm. Sirli təbəssüm. Bəli, bu Leonardo'nun sfumato adlanan texnikası sayəsindədir. Kəskin konturlar əvəzinə rəng və kölgələr bir-birinə çox yumuşaq keçir. Belə dumanlı bir effekt yaranır. Bu da canlılıq verir. Canlılıq və sir qatır, bəli. Portretdəki qadının kimliyi də ayrıca bir mövzudur. Ən çox qəbul edilən versiya Florensiyalı tacir Francesco del Giocondo'nun xanımı Liza Girardini'dir. Amma dəqiq deyil. Tam 100% deyil. Maraqlıdır ki, Leonardo bu əsəri heç vaxt sifarişçiyə təhvil verməyib. Ömrünün sonuna qədər özü ilə gəzdirib, üzərində işləməyə davam edib. Bəlkə də onun üçün mükəmməllik axtarışının, bir simvolu idi. Bu sənət əsərlərinin arxasındakı texnika, düşüncə həqiqətən heyrətamizdir. Amma sizin mənbələriniz də göstərir ki, onun beyni təkcə fırça ilə işləmirdi. Tamamilə fərqli alətlərlə də işləyirdi, elm və ixtiralar aləmində. Tamamilə doğrudur. Onun üçün elm və sənət eyni təfəkkür prosesinin iki yüzü idi, ayrı deyildi. Bir-birini tamamlayırdı. Məhz. Hər şey saper vedere, görməyi bilmək prinsipinə əsaslanırdı. Bu sadəcə baxmaq deyil,
Bu dərindən anlamaq, təhlil etmək deməkdir. Müşahidənin dərinliyi. Bəli, məsələn, insan anatomiyasına olan marağı. Bu təkcə tibbi maraq deyildi. O, əzələlərin, sümüklərin necə işlədiyini anlamaq üçün onlarla cəsədi yarmışdı. Niyə? Çünki insan fiqurunu daha real, daha ifadəli təsvir etmək istəyirdi. Sənəti üçün lazım idi bu bilik. Əlbəttə, onun ürək, qan dövranı, hətta ana bətnindəki rüşeym haqqında çəkdiyi o detallı rəsmlər öz dövrünü xeyli qabaqlayırdı. Bu bilik birbaşa onun sənətinə təsir edirdi. Bəs onun mühəndislik və ixtiraçılıq tərəfi, uçan maşınlar, hərbi texnikalar, bunlar necə? Sadəcə xəyal idi, yoxsa real layihələr üzərində işləyirdi? Baxın, bu da maraqlıdır. O, Milanaya gedərkən Hersog Ludoviko Sforza'ya məktub yazır. Orada özünü ilk növbədə hərbi mühəndis və ixtiraçı kimi təqdim edir. Rəssamlıqdan əvvəl. Bəli, rəssamlıq bacarıqlarını sonda qeyd edir. Tank prototipi çəkib, qanadlı döyüş arabaları dizayn edib, hətta sualtı qayıq kimi fikirləri olub. İnanılmazdır. İnsanların uça biləcəyi fikri isə onu daim məşğul edirdi. Quşların, yarasaların uçuşunu çox detallı şəkildə öyrənib, buna əsaslanaraq insan gücü ilə işləyən uçuş aparatları, yəni ornitopterlər layihələndirib. Bunlar işə yaradı, yəni qura bildi onları. Xeyr, bu ixtiraların çoxu heç vaxt reallaşmadı. Amma onun problemlərə yanaşma tərzi, təxəyyülünün sərhədsizliyi bunu göstərir. Minlərlə səhifəlik qeyd dəftərləri var, bu fikirlərlə doludur. Və o məşhur güzgü yazısı? Hə, çox vaxt sağdan sola, güzgü əksi ilə yazıb. Bəlkə fikirlərini gizli saxlamaq üçün, bəlkə də sadəcə solaxay olduğu üçün daha rahat oldu. Bu da onun əlavə bir sirridir. Şəxsi həyatı barədə isə doğrudan da çox az məlumat var. Mənbələrdə deyilir ki, gəncliyində sodomiyada ittiham olunub, amma sübut olmayıb, ittiham düşüb. Bəli, belə bir hadisə qeyd olunur. Bu da onunla bağlı müəyyən spekulyasiyalara səbəb olub təbii ki. Heyvanlara qarşı çox həssas olduğu deyilir. Hətta vegetarian ola biləcəyi ehtimalı da var. Bəli, şəxsi həyatı böyük ölçüdə müəmmalı qalıb. Ömrünün son illərini isə Fransada keçirib, Kral Ay Fransiskin himayəsi altında. Kral onu dəvət etmişdi. Bəli, kral ona böyük hörmət bəsləyirdi. Klos Lüssə qəsrini ona iqamətgah kimi vermişdi. Leonardo 1509-cu ildə 67 yaşında orada, Fransada vəfat edir. Onun irsi təkcə o möhtəşəm rəsmləri deyil. Daha genişdir. Bəli, həm də elmə, mühəndisliyə və ümumilikdə insan təfəkkürünə verdiyi böyük töhfələrdir. Həqiqətən də onun həyatına, işlərinə baxanda adam düşünür ki, bir insan necə bu qədər fərqli sahədə bu qədər dərinə gedə bilib? Bu, yəni, inanılmazdır. Məhz bu, Leonardonu unikal edən cəhətdir. Bu sərhədsiz maraq, dərin müşahidə qabiliyyəti və ən əsası fərqli bilik sahələrini birləşdirmə bacarığı. Bu, Renesans ruhunun özüdür. Elm və sənətin vəhdəti. Tam olaraq. O bizə göstərdi ki, sənət və elm əslində bir-birini tamamlayır. Hətta bir-birindən ayrılmazdı. Onun bu inteqrasiyalı yanaşmasını dərk etmək, bəlkə də sizin üçün də, əziz dinləyicilər, müxtəlif sahələr arasında yeni əlaqələr qurmaq, daha yaradıcı düşünmək üçün bir ilham mənbəyi ola bilər. Bütün bu çox şaxəli duhanın hansı yönü sizi ən çox düşündürür? O anatomik rəsmlərin heyrətamiz dəqiqliyi mi? İxtiralarının uzaq görənliyi mi? Yoxsa Mona Lisa'nın hələ də tam açılmayan o sirri? Çətin sualdır. Hər biri ayrı bir dünya. Ümid edirik ki, bu qısa müzakirə sizin üçün də Leonardo da Vinci'nin dünyasına yeni bir pəncərə açdı və onun irsini daha dərindən araşdırmaq üçün bir həvəs oyatdı.